Salam, hər vaxtınız xeyir. Mən məntiq fənni üzrə təlimçi Simran Süleymanov. Bu günlərim fiquraya əlaqələnən, yəni rebus mövzusunun ikinci hissəsinin izahını edəcəm. Yenə diqqətlə dinləyirsiniz. Birinci mövzunu dərk edən, qavrayan tələbə üçün birinci hissəni dərk edən tələbə üçün ikinci hissədə böyük bir problem olmayacaq. 138-dən başlayırıq. Deməli, 3 və 4-dən 3 alınmalıdır. Çünki ortada yazılan 3, mərkəzdəki 3. Kənardakı 3 və 4-dən fərqli yerdədir. 3 və 4-dən 3 alınmalıdır. Qeyri-aşkar operatorda. Biz keçmişdik ki, 3 operator 4 bərabərdir 3. Kiçik ədədlərdən kiçik ədəd alınırsa, hasilin cəminə baxırıq. Və yaxud da bunları toplayıb çıxıb bölürük. Bunları vurduq, 3-ü 4-ə vurduq. 12, 1-lə 2-ni toplayanda 3. 5-i 7-yə vurduq. 35, 3 ilə 5-i toplayanda 8. 3'ü 7'ye vurduq. 21, 2 ilə 1-i topladıq 3. Deməli, bizim cavabımız 3 olur. 39-da nədir? Bizə deyir ki, A minus B-ni tapın. Bura bir x rəli yazsaq, 2-yə vurmalıyıq. Bura olacaq 2x. Digər tərəfi isə 3x. 3-ə vurmalıyıq burada da. 3x. Sonra üstünə 7 gəlsək. Olacaq 2x plus 7. Digər tərəfdə də 3x minus 5. Hər ikisi bu dairənin içərisində oldu. Deməli, 2x plus 7, 3x minus 5-ə bərabərdir. Sol tərəfdən gələndə 2-yə vurub üstünə 7 gəlirik. Ədədi 2-yə vurub üstünə 7 gəlirik. Ədədi 3-ə vurub 5 çıxırıq, eyni ədəd alınır. Deməli, 2x plus 7 bərabərdir 3x minus 5-ə. Deməli, x atdıq sağ tərəfə, oldu. X bərabərdir 5 ilə sol atanda 12. X-in yerinə 12 aldıq. X-in yerinə indi biz 12 yazaq. Görək hər iki tərəfdən eyni nəticəni alırıq. 12 yazdıq. 24. Üzərinə 7 gəlirik. 31. 3-ə vurduq. 36. 5 çıxanda yenə 31. Deməli, düz gəlmişik. 24-dən çıxırıq 3. 21. 36-nı böldük 2-yə 18. Bizə də deyək ki, A minus B-ni tapın. Yəni 21 minus 18. 21-dən 18 çıxsaq, qalacaq 3. 40 yenə eyni tipdədir. A-dan başlayıb gedirsiniz. A-dan B-yə getmək üçün 3-ə vurmaq lazım. Bura 3A-dır. Sonra 9 çıxırıq. Bura 3A minus 9-dur. Digəri də üstünə 5 gəlir. Yəni 3A minus 9 plus 5. Bu özü ilə A-nın özünə bərabərdir. Tənliyi qurursunuz. 3A minus 9 plus 5 bərabərdir A-ya. Eyni qaydada həll edirsiniz. 141 tipində test görsəniz, həmişə mərkəzdəki ədəd alınır. Necə alınacaq? 4-ün üstünə 19, 23 eləyəcək. 19-un üstünə 23, 42. O 22-nin üstünə 10, 32, 10-un üstünə 32, 42. 15-in üstünə 12, 27, 15 ilə 27-nin 42. 20-nin üstünə 11, 31, 11-in üstünə 31, 42. Ola bilər 2 dənə rəqəmi burada x, y kimi işarələrsən, sizə 42-ni versin. Onda nə edirsiniz? Y-in üstünə 31 gəlib 42 alırsınız. Y plus 31 bərabərdir 42. Buradan Y tapırsınız. Sonra x plus Y bərabərləşdirirsiniz 31-ə. Y tapıb gətirib burada yerinə yazırsınız. Sonra bayaqlarını demişdik, iç-içə fiqurlar verilir. Ya kənardan mərkəzə doğru, ya mərkəzdən kənara doğru qüvvətlərə baxırıq. 4 ilə 3-dən 43 necə alınır? 4-ün kvadratına yazaq 16, 3-ün kubuna 27. 16 ilə 27-ni toplayanda bizə 43 verir. Baxaq bura. 5-in kubu 125. 6-nın isə kvadratı 36. Bunları toplayanda 161 verir. Burada 4-ün kvadratı kənardakının kvadratı. İçəridə olanın kubu. Burada isə kənardakının kubu, içəridəkinin kvadratı. Deməli, kənarla mərkəz deyil. Burada nədir? Cütün kvadratı təkin kubu. Baxaq bura, hər ikisi cütdür. 36, 16. Toplayanda 52. Hər ikisi təkdir. 343, 27.
6'nın kvadratı olacaq 36 plus 5'in kubu 125 plus 4'ün də kvadratı 16. Bu da bizə verəcək deməli 12, 17, sonu 7 ilə bitməlidir 177. 143-də bayaq dedik ki, fiqurun içərisində ədəd verilibsə, onu vurmaq lazımdır. Fiqurun tərəflərinə vurmaq lazımdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Biri 10'a vurduq 10. 2'ni 4'e vurduq 8. Onu 8'e vuranda indi 80 alınır. 1, 2, 3, 4, 5. 5'i 6'ya vurduq 30. 6 dənə tərəf var. Biri 4'e vurduq 4. 30'u da 4'e vuranda 120. Sonra burada toplamadı. 5'ti 5. 6, 4. Bunlar birbirine bərabərdir. Burada da gəlirsiniz 3, 3, 4. Cəmi 10 olur. Baxırsınız variantdan hansının cəmi ona bərabərdir. Keçdik. Deməli, bura bərabərdə 6 yazıbdır. Burada 4 dənə 4'te 1 hissə var. Bunların hərəsinə 1, 1 yazsaq 4. Burada da 1, 1, 2. Cəmləyəndə 6 olur. 1, 1, 2. Burada 0. Burada 1, 1, 2. 0, 0, 0 olacaq. Sonra 148'də 4 bucaqlı, 3 bucaqlı, 4 bucaqlı. 4, 3, 4. 4 bucaqlı, 4 bucaqlı, 3 bucaqlı. 4, 4, 3. Burada da 4 bucaq, 3 bucaq, 3 bucaq. 4, 3, 3. 4, 3, 3. B variantı. Eyni qayda burada da keçərlidir. Dairəni 0 götürür. Dairəni 0 götürürsünüz. Sonra gəlirik 151'ə. Baxırıq. Üçbucağın içərisində olan nə? Operator kimidir. Üçbucağın içərisində olan nə edib? 3'ə bölüb. Dördbucağın içərisində olanı 4'ə vurub. Altıbucağın içərisində olanı 6'ya bölüb. Dairənin içərisində olanları toplayır. Gəldik burada. Dördbucağın içərisində olanı 4'ə vurulmalıdır. 16 plus dairənin içərisində olanı toplanılmalıdır axı. Plus altıbucağın içərisində olan 6'ya bölünürdü. 2, bunlar oldu 18. 18 özü üçbucağın içərisindədir. Üçbucağın içərisində olanı 3'ə bölmək lazımdır. Böl 3 bərabər də 6 olacaq. 152 də eyni tipdir. Qəbulda istifadə olunan tiplərdir. Sonra vurmadır. Baxaq 159'a. 0 böl 4. Dairə 0'dır. 4 yerə bölüb. Birini rəngləyib minus 1 yazın. 4 yerə bölür. 2 də 1. Baxın bunun da birində parasını götürdü. Burada yenə 0 böl 4 minus 2 dənəsini qaralayıb. 2 olacaq. 0 böl 4 minus 2. Sonra baxaq 163 tipində olanlara. Deməli 4, 4. 4 bucağın içərisində 4 yazır. 3 bucağın içərisində 2 yazır. Bu 4 bucağın içərisində 0 yazır. Niyə? Burada 3 bucağın içərisində niyə 0 yazdı? 3 bucağın 3 dənə tərəfi var. Bir hissəsini 90 dərəcəyə bucaq qoyub alınıb 2. 4 bucağın 4 dənə bucaqları 4'üne də 90 dərəcəlik bucaq işarəsini qoyub. Çıxırıq 4'ü alınır 0. Burada da 3 bucaq da minus 1. Bir dənəsində var. 4 bucaq minus 0. Heç birində yoxdur. Burada da 4 bucaq da minus 2 olacaqdır. 4 bucaqdan 2 dənədən çıxacaq, qalacaq 2. Deməli, bizim cavabımız B variantı. 164 dənə baş veribdir. 6, 6 bucaqlıdır. 3, 3 dənə fiqura bölünüb. 4, bölündüyü fiqurlar 4 bucaqdır. 4, 4, 3, 4 bucaqlıdır. 4 dənə fiqura bölünüb. Bölünən fiqurlar da 3 bucaqlıdır. Burada baxırıq. 8 bucaqlıdır. 8 dənə fiqura bölünür. Bölünən bucaqlar da 3 bucaqlıdır. 8, 8, 3 olur. 8, 8, 3. Sonra keçdik. Deməli 167'də 6 bucaqlıdır. 3 dənə xətt çəkilib, 6 dənə fiqura bölünür. 8 bucaqlıdır. 2 xətt çəkilib, 4 dənə fiqura bölünür. 5 bucaqlıdır.
3 dənə xətt çəkilib, 6 dənə bucağa bölünüb. 1, 2, 3, 4, 5, 6. Bu da 4 bucaqlıdır. 2 dənə xətt çəkilib, 4 dənə fiqura bölünüb. 4, 2, 4. Sonra keçdik. 171-də 16, 8. Sonra baxırıq 12, 4. Burada 11, 4 yazıb. Bizə buradan nə yazılmaq lazımdır onu istəyir. Baxaq görək 16-nı buradan necə alır. 8 dənə tərəfdir. 8 dənə xətt var. Kənarda. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə mərkəzdədir. 16 xətt. Və 8 nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə fiqura bölünür. 12 dənədir. 8 kənarda olanlardır. 1, 2, 3, 4. 4 dənə də mərkəzdə var. Olur 12. 4 dənə də fiqura bölünür. Bura keçək indi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə xətt var. 1, 2, 3. 3 dənə fiqura bölünür. Bunlar daha saymırıq. Kənarları boşdadır. 3 dənə də fiqura bölünür. A variantı. Sonra bunlar vurmadır. Baxaq 180 tipində olan. X bərabərdə 6 y. Burada 6 dənə nə var? 3 bucaq. Deməli 3 bucaq y-dir. X 3 y. Burada 3 dənə olan nə var? 4 bucaq. Deməli 3 bucaqlar y-dir. 4 bucaqlar z-dir. 2y, 2z. Sonra deməli 182-dən 4, 5, 25, 7, 3, 16. Bu tərəflərə baxırıq ki, bunlar nədir? Qışqıran ədədlərdir. 5-in, 4-ün, 6-nın kvadratı. 4-dən 5 çıxırıq 4, 6, 9-dan 4 çıxırıq 5. 7-dən 3 çıxırıq 4. 10-dan 4 çıxırıq 6. 12-dən 9 çıxırıq 3, kvadratı 9. Sonra baxaq növbəti fərqlərdən 188-ə. Deməli 256, 9, 36 bunlar nədir? 4 dənə tərəfdir, 4 bucaqdır. İçərisində 4 dənə fiqur var. 4 üstü 4. 3 bucaqdır. 3 dənə, 2 dənə fiqur var. 3 üstü 2. 6 bucaqdır. 2 dənə fiqur var. Burada da 5 bucaqdır. 1, 2, 3, 4. 4 dənə fiqur var. 5 üstü 4 olacaq. 625. Sonra keçdik. Deməli, son olaraq buradan mən sizə 197-ni də izah edeyim. Deməli, baxıram ki, burada kvadrat, dairə, düzbucaq vurur S hərfinə, alır bu fiqurları. Təsəvvür eləyin ki, mən yazıram 2 plus 3 plus 5. Bunları vururam 4-ə. Nə yazıram? Bərabər 4-ü 2-yə vururam 8. Sonra 3-ü 4-ə vururam 12. 5-i 4-ə vururam 20. Bunları yazırıq kənarda. Baxın bu fiqurlar. İndi mən dairəni neçəyə vurmuşam ki, dairənin 4-dən 1-i götürülür. Baxın, dairənin 4-də 1-i. Deməli, S 4-də 1-dir. Kvadratın 4-də 1-i, bir də düzbucaqlının 4-də 1-i. İndi kvadratı P-yə vurub 2 dənə kvadrat yazıb. Dairəni P-yə vurub 2 dənə dairə yazıb. Deməli, P-də 2-dir. 16 böl S, yəni 4-də 1. 16 bölünsün 4-də 1. Kəsirlərin bölmə qaydası necə idi? 16-nı tərsinə vururuq. 16 vurulsun 1-də 4. Bu bizə verir 60, 64. Bunu da vurmalıyıq P-yə. Yəni vurulsun 2. Bu da bizə verəcək 128. İndi baxaq biz qəbullarımıza. Görək qəbullarda rebuslardan nə düşür? Yanvar ayında. Testi görən kimi 74 nömrəli testi görən kimi bilməliyəm. İkisi aşağıdadır və bunu bir çox tələbə deyir ki, aha, bu rebus qaydasıdır. Xeyr, bu romb qaydasıdır. Xeyr, bu romb qaydası deyil. Rombda kənarlarda olanda biz yanaşı götürürdük.
Bunların ikisinin digər ikisi. Burada isə ikisi aşağıdadır, biri yuxarıdadır. 3 ilə 7, 5 ilə 7-dən 15 alınır. 5'i 7'ye vururam 35, 3'ü 5'e vururam 15. 6'nı 4'e vururam 24, 2'ni 4'e vurup 8. 9'u 4'e vurduk 36, 3 6'ya vuranda 18. Bu qaydada. Sonra burada başqa rebus. Romb qaydası baxın burada. 90. Necə olacaq? 5 ilə 4, 3 ilə 2, 14 alınır. Deməli, 5'i 4'e vururuq. 20, 3'ü 2'ye vururuq. 6, çıxanda 14. Bunları deyirik ki, yanaşı baxırıq və yaxud da belə də ola bilər. Bunlar rombda həmişə yanaşıdır. 6'nı 7'ye vurduk. 42. 6'nı 7'ye vurduk. 42. Bunların da fərqi bizə 0 verəcək. Sonra baxaq mart ayına. Üçbucaqlardan alınır dairə. Üçbucaqlardan dairə. Üçbucaqlardan dairə. Bu da üçbucaqlardan dairə. Bunlarda bir qaydadır. Altı bucaqlardan kvadrat. Altılardan kvadrat. Bunlar da başqa qaydadır. Baxaq görək indi üçbucaqlardan dairənin hansı qaydada alınır. Necə alınır bunlar? 6 ilə 4-dən 12. 5 ilə 6-dan n, 4 ilə 8-dən 16. 4, 8, 16, bir də 6, 4, 12. Bunlara baxaq görək. İkisinə uyğun bir qayda tapa bilirik. 6-nı 4-ə vururuq. 24 bölü 2, 12. Aha, vurub 2-yə bölsək. Baxaq görək burada ödəyirmi? 6'nı 4'ü 8'e vurduk. 32, 2'ye böldük 16. Aha, ödəyir. Deməli, getdik. Eli 8'e vurup 2'ye böləndə 12 eləməlidir. Deməli, eli neçəyə 8'i neçəyə vuranda bizə 24 verməli ki, 2 ilə böləndə 12 qalsın. Deməli, el bizdə olacaqdı 3. Elin üstünə yazdıq 3. İndi 6'nı 5'e vurup 2'ye böləndə bizə verir 15. En də oldu 15. Başqa başqa üç bucaq yoxdur. İndi keçək kvadratlara. Görək kvadrata necə alınır. 14 ilə 8-dən 12. Sonra da 15 ilə 12'dən 6. Bunların fərqi bizə verir 6. 14'dən 8 çıxanda. 2'yə vuranda 12. 12, 15'dən 12 çıxanda 3. 2'yə vuranda 6. 18'dən 17, 7 çıxanda 11. 2'yə vuranda 22. Deməli, K-da oldu 22. İndi baxırıq. 12 ilə m-dən 14. Mən 12-dən də m-i çıxa bilərəm. 12 minus m böl 2 vur 2. Bir dəqiqə gözür istəyirəm. Vur 2 bərabərdir 14 ala bilərəm və yaxud da m minus 12 vur 2 bərabərdir 14 ala bilərəm. Baxıram, indi görüm mənim variantımda hansı var. 12-dən m-i çıxsam, mənə 7 verməli ki, 2 14 olsun. 5 çıxa bilərəm və yaxud da m-dən 12-ni çıxıb 7 almaq üçün 19 yazır. Baxaq görə indi m-in hansı qiyməti var? 5 qiyməti var, yoxsa 19 qiyməti var cavablarda. Hər ikisi ola bilər. Deməli, məndə var 5 qiyməti. B variantı. 19 qiyməti. M-in 19 qiyməti heç birində yoxdur. Sonra keçək iyon qəbulu. Bayaqlarını izah edeyim kimi. Baxırıq indi. Görək burada nə baş verdi. 4 bucağın içərisində olanın kvadratıdır. 3 bucağın içərisində olanı 3-ə bölür. 6 bucağın içərisində olanı 4-ə bölür. Dairənin içərisində olanları toplayır. 4 bucağın içərisində olanların kvadratı. 6 bucaqlını 4-ə böldü. Bunları topladı dairənin içərisindədir. 3 bucağın içərisində olanda 3-ə böldü. Ümumi olaraq hamısı 7 3 bucağın içərisindədir. Baxaq. 4 bucağın içərisində olanın kvadratı 9. 3 bucağın içərisində olanı 3-ə bölür 7. Dairənin içərisində olanlar toplanılmalıdır. Oldu 16. 6 bucaqlının içərisində olanda bölməlidir 4-ə. 16-nı 4-ə böldük 4. Bu qədər. Keçdik may ayına. 74 nömrəli testdə. Baxaq. Dairədə 1. Kvadratda isə 1 olur. Baxaq indi. 25, 27, 28, 22. Burada necə olacaq? 22-dən başlayaraq üzərinə 3 gəlir, 2 gəlir, 1 gəlir. Sonra baxaq 3, 2, 1. Deməli 3 gəlir, 2 gəlir, 1 gəlir. Burada indi
4'ün üstünə 3 gəldi. 7'nin üstünə 2 gəlir. 9. 9'un üstünə 1 gələndə 10. Ev oldu 9. İndi gedək kanı tapaq. 3, 2, 1. Deməli, bu 31 olur. 3 gəlir. Bura 2, burada da 1. Deməli, K da oldu 31. İndi M-i tapmaq lazımdır. M-də necə olacaqdır? Biz demiştik ki, bunlar pizza dilimləridir. Pizza dilimləri ya qarşı qarşıya, ya da ki, sadə əqrəb istiqamətində artmaz almalı çıxışları. Sadə əqrəb istiqamətində baxsaq, böyle 2, 3, 4, 5, 6, 7, 8, 9. M-in də cəmi 9 olan qiymətinə baxmalıyıq. Hamısında M-in qiymətləri cəmi 9. 31, 9, K-da 31, L-də 9, M-in də cəmi 9 olan qiyməti. C variantı. Sonra burada baxaq görək başqa rebus var idi mi? Yox. May ayında başqa rebus olmayıb. Avqust imtahanıdır. 2024'ün avqust imtahanıdır bu. Keçən ilin avqust imtahanı. Qanun uyğunluğu müəyyən edin və sual şərsinə yerinə uyğun gələn variantı seçin. Seçək. 5 ilə 4'dən 61, 7 ilə 6'dan 127, 5, 3 ilə 6'dan 189, qeyri-aşkar qayda. Qeyri-aşkarların kiçiklərdən böyük alınması. 3 buzaqdan kvadrat alınmalıdır. Necə alaq? 5 ilə 4'dən 61. 5'in kubu 125, 4'ün kubu 64. 125'in 64 çıxdı, qaldı 61. 3'ün kubu 27, 1'in kubu 1. 27'den 1 çıxdım, 26. 343 minus 216 bize 127 verir. Burada da 216 minus 27 189 verir. İndi baxaq görək. 61 ilə 26'dan 15. 127 ilə 26'dan 18. 189 ilə 27'den də 28 necə alınır? Anı tapaq indi. Baxıram ki 61 rəqəmlərə parçalasam cəmi 7 verir. 26'da 8. 7 ilə 8'in 15. 1, 2, 7'nin bizə verəcəkdir 10. Burada 8, 18. Bura 18 olur. Bu da 10. 28. 18 ilə 7'nin də bizə verdi 25. Deməli, bizə istədik A ilə K-nın cəmidir. 26 ilə 25'in cəmi. Bu da bizə verir 51. Sonra bir də sonuncu olaraq bu ilin qəbuluna baxaq. Avqust imtahanı 3 avqust 100 nömrəli test. Deməli, burada hamısı eyni figurdadır. Eyni figurda olanda nə etmək lazım idi? Mövqeyə baxmaq lazımdır. Aşağıdakılardan yuxarıda belə nədə dağılmış? Deməli, 6 ilə 4'dən 9 necə alınır? 6'nın kvadratı 36 böl 4. 9. 8'in kvadratı 64 böl 4. 16. Neçənin kvadratını 8'ə bölsəm 8 eləyər. Bu da bizə verəcəklə 8. 8'in kvadratı 64. 8'ə də bölsəm 8. Cavabımız olur Y variantı. Rebusların izahı bu qədər. İnşallah gələn dərslərdə, gələn videolarda görüşmək ümidi ilə.